Haleluya. Oy, haleluya. Rəbbin xeyrdası hər birinizdədir. Çünki göylər sizdədir, siz də göylərdəsiniz. Amin. Başa düşsən, göylər sizdədir, siz göylərdəsiniz. Və biz bu günlərin bunun reallığını bir daha tadacağıq. Dərk etmə vasitəsilə. Və biz bugün sonunda çörək bölmə edəcəyik. Hamısı hazırlayın özünüzə çörək bölməni. Şərab hazırlayın, çörək hazırlayın. Və biz bu günlərin sonuncu dəfə dərk etmə haqqından danışırıq. Çünki qarşıda bizi başqa möcüzələr gözləyir, başqa temalar gözləyir, başqa təbliğlər gözləyir. Və gələn həftə oruca girəndə, orucda bizi yeni biliklər, yeni dərk etmələr, yeni qavrayışlar gözləyir. Biz hər şeyi dərk etmə vasitəsilə edirik. Biz orucu belə dərk etmə vasitəsilə qəbul edirik. Biz sadəcə belə oruç tutaq, Allahdan nəyisə almaqdan ötəri oruç tutaq, belə bir düşüncə ilə biz yaşamırıq. Çünki oruc Allahdan nəyisə almaq üçün bir vasitə deyil, bir əhdaş deyil. Oruc əksinə yeyib içməkdir. Bəli, sənin qulaqların düz eşitir. Bəs mən neçə illərdir kilsəyə gelib gələm, oruç vaxtında biz yeməmişik, içməmişik, bir təhər özümüzü sıxmışıq, bir təhər özümüzü saxlamışıq ki, birdən yiyərəm Allaha günah gedər, birdən ağır gedər, birdən yiyərəm, nə olar? Və yaxud da mən oruç tutum ki, qoy güclü olum. Bunlar hamısı bizi aldadan səhv fikirlər olur. Xeyr, oruc özünü tanıyaraq və ya zəminə bazı dediyin kimi işığı özündə tapmaqdır. Enerjini, gücünü özündə tapmaqdır, özündə görməkdir. Dərk eləməkdir ki, o səndədir. Və ona görə də bugün dərk etmə haqqında sonuncu təbliğimi edirəm. Və biz dərk etmədən danışdıq ki, və sonunda biz danışdıq ki, biz indi və bugünü yaşayırıq, indi və bugün var. Qulaq as mənə, dərk et, dərrakənlə, beyninlə, bütün varlığınla qulaq as. Biz araşdırdıq ki, indi və bugün var. Və bu indi və bugün sən Allahın səsini eşitdiyin andır, zamandır. O vaxt ki, sən Allahın səsini eşidirsən içində, özündə, qəlbində, bu həmən andır ki, sən deyirsən ki, indi və bugün var. Sən indi və bugünü dərk edən kimi onun səsini eşidəcəksən. Və biz dedik ki, necə Allahda ölü yoxdur, Allahda bütün insanlar diridir. Hətta bir dedik ki, Daniel'in kitabında yazılıb ki, yerin tozunda yatanların çoxu oyanacaq. Və bizə məlum oldu ki, insan artıq çürümüş tozla qarışsa belə, Allahın mələyi Daniel'e göylərin bu insanlara baxışının diri olduğunu göstərir. Çünki deyir ki, yerin tozunda yarananların çoxu oyanacaq. İnsanlar torpağa qarışsa belə, göylər həmən o torpağa, o insanlara diri kimi baxır. Onlar barəsində deyir ki, onlar yatıblar. Bu bomba deyil sadəcə, bu açıqlama bir bombadır. İnsanlar artıq tozdan qarışıblar. Proqnoza görə toza qayıdıblar da və Allahın mələyi Daniel'e yerin tozunda yatanların oyanacağını söylüyor. Yəni bu sümüklər yuxuya getmiş bir insan, sümükləri yuxuya getmiş bir insan hesab edir. Onun üçün deyirlər ki, hamımız ölməyəcəyik, hamımız dəyişəcəyik. Və mən sual vermişdim ki, sən necə dəyişəcəksən? Bədən olmadığınızı və bədənin öləcəyini və çürüyəcəyini israr etsəniz, bu zəifliyi necə dəyişdirəcəksiniz? Və bu zəifliyi necə göstərəcəksiniz ki, ölməzsiniz? Heç cürə. Ona görə də sən başlamalısan düşüncəni dəyişməyə. Sən fikirləşməlisən ki, ölüm yoxdur. Sən nə ilə qidalanırsansa, o olacaqsan. Və bu günlərin biz burada və indidən danışacağıq. Və sizə mən balaca bir alət göstərəcəyim ki, dərk etmə, burada anlayışına necə səbəb olur. Harda isə yox.
Nə vaxtsa yox, indi, burada. Bizdə nə vaxtsa yoxdur, ha vaxtsa yoxdur. Biz burada və indini yaşayırıq. Bu da müdriklərin şəxsi yolu ilə əlaqəlidir. Var burada müdriklər. Yığılıb bura müdriklər. Aleluya. Oho. Bu sənin şəxsi yolunla əlaqəlidir. Çünki hamı fikirləşir ki, əgər mən orada yoxamsa, deməli ora yaxşı bir yerdir. Orada mütləq olmalıyam. Mənim orada mütləq olmağım lazımdır. Bəzən ruslarda belə bir söz var, o yer yaxşıdır ki, deyir, mən orada yoxam. Mən sənə o yerdən danışmıram. Mən sənə indi və buradan danışıram, buradan danışıram. Və sən indi və buraya necə baxırsan? Sənin baxışın necədir indi və buraya? Sən indi və buradasan, sən heç arada deyilsən. Sən indisən, buradasan, burada. Burada olmaq bilirsən nə deməkdir? Bu, bir məsələn elə bil, sən elə bil ayaqqablarını necə çıxarmaqdır. Yadındadır, Musa ayaqqablarını çıxartdı. Musa ayaqqablarını niyə çıxartdı? Nə üçün çıxartdı? Musa sadəcə bu yerdə gəzirdi. Nə bilim, qoyun otarırdı, nə bilim, oralarda yatırdı, dururdu. Heç onun diqqətini çəkən, yanan bir kol görəndə o heç bir düşünmürdü heç də. Deyirdi ki, koldur da, yəqin ki, yanır. Bizdən Musaya bir səs gəldi. Bu səs onu burada müqəddəs torpaqda dayandığını anlamağa vadar etdi. Başa düşürsən? Ona qədər də o orada gəzirdi. O heç fikir vermirdi heç nəyə. O vaxt ki, Allahın səsini eşidəndə və bu səs onu düşünməyə vadar etdi. Bu səs onun burada müqəddəs torpaqda dayandığını anlamağa vadar etdi. Ona qədər də o yerdə gəzirdi. Amma müqəddəs yerdə olduğunu hələ anlamırdı. Əvvəllər ona heç bir diqqət yetirmirdi. Niyə? Nəyə görə o heç bir diqqət ona yetirmirdi? Çünki dərk etmə yox idi. Sən harada dayanmışsan indi? O Musaya deyir, sən harada dayanmışsan? Birdən Musa əvvəllər adi gəzdiyi yerdə, qoyun otardığı yerdə, su içdiyi yerdə, yatdığı yerdə birdən o dayandı, dedi, mən harada dayanmışam? Bura müqəddəs torpaqdır. Musa ayaqqablarını çıxarır. Bu bir növ elə bil hörmət kimidir, başa düşürsən? Musa ayaqqablarını çıxardaraq öz hörmətini göstərir. Və bu yerin çox xüsusi olduğunu bilməsinə kömək edir. O elə bil ayaqqablarını səsi eşidərək ayaqqablarını çıxardır və ona bu addım, səsi eşidəndən sonra atdığı addım bu yerin xüsusi olmasını bilməyə, dərk etməyə Musaya kömək edir. Çünki Musa bu səsi eşitməsəydi, Musa bu titrəyişdə olmasaydı, onun dərrakəsinə, şuuruna gəlməzdi. Onun atanın səsi, yadınızdadır, mən əvvəllər də dedim ki, əgər sən bütün fikrini atanı eşitməyə yönləndirsən, sən hər şeyi dərk edəcəksən. Musa səsi eşitməsəydi, titrəməsəydi, onun dərrakəsinə, şuuruna gəlməzdi. Bu bizi bir daha dərrakənin titrəmə olduğuna gətirir, çıxardır ki, dərrakə bu titrəmədir. Sən dərk edəndə titrəməyə başlayırsan, hərəkətə başlayırsan və səs Musaya kömək edir. Səs Musaya kömək edir ki, səs Musaya nə kömək edir? Səs Musaya kömək edir ki, Musanın düşüncəsi işə düşsün. Musanın dərk etməsi işə düşsün ki, o haradadır. Bayaqdan səs yox idi, Allahın səsi yox idi. Musaya açılmamış ki, gəzdiyi yer müqəddəs yerdir. Ümumiyyətlə, hər yer müqəddəsdir. Və biz görürük ki, Musanın eşitdiyi səs onun dərk etməsinə səbəb olur.
və səs Musaya kömək edir ki, Musanın düşüncəsi işə düşsün, dərk etməsi işə düşsün. Əziz qardaş və bacı, sən dərk etməyə özün gələ bilməzsən. Siz heç biriniz dərk etməyə sadəcə özünüz gələ bilməzsiniz. Çünki İsa indi deyənə qədər, İsa bugün deyənə qədər dərk etmə əsri başlamadı. Başa düşürsən? İsa'nın gəlişini insanlar ayrı-ayrı şeylərlə bağlayırlar. Kilsələrdə müəyyən təlimlər var, onlarla bağlayırlar. İsa'nın yer üzünə gəlişinə qədər İsa'dan qabaqda hər şey var idi. Hər şey həmişə olubdu. O vaxt olmayıb ki, ha vaxtsa nəsə olmasın, sadəcə İsa'nın gəlişinə qədər dərk etmə əsri başlamamışdı. İsa'nın gəlişi ilə dərk etmə başladı, dərk etmə. Yahya 1-ci fəsil 51-ci ayəni oxuyacam. Mən bu ayəni yaşamışam və yaşayıram. Mən bu ayəni çoxlu oxumuşdum. Amma mən bu ayəni yaşayanda Rəbbə sual verdim ki, Rəbb, axı mən bunu yaşadım. Axı bu kitabda harada yazılıbdır? Axı bu kitabda harada var? Yahya 1-ci fəsil 51-ci ayə deyir ki, yenə ona dedi, doğrusunu sizə deyirəm, göyün yarıldığını və Allahın mələklərinin bəşər oğlu üzərinə enib qalxdığını görəcəksiniz. Halleluya! Rus tərcüməsində deyir ki, bugündən sonra indən belə, atnuni, indidən belə, indi, bayaq bir söz işlətdim, biz indini yaşayırıq. O deyir ki, yəni büyündən sonra daha sabah büyün olmayacaq. İndən belə mələklərin görünməsi sənin üçün sabah büyün olmayacaq. Hər an sən onu gördürsən. Çünki sən artıq səmavi səltənətdəsən. Sən artıq göylərdəsən. Və burada deyir ki, göyün yarıldığını və Allahın mələklərinin bəşər oğlu üzərinə enib qalxdığını görəcəksiniz. Dayan. Əvvəllər görmürdülər mələkləri. Nəyə görə İsa deyir ki, siz mələkləri görəcəksiniz? Məyər əvvəllər mələklər görsənmirdi? Görürdülər. Lakin ancaq peyğəmbərlər və kahinlər görürdü. Bu çox düşürsən. İndi isə lütf hamıya açıq olduğunu dərk etməyə başladılar. İndi isə lütfün hər kəsə açıq olduğunun dərk etmə devri başlandı. Matta 1-ci fəsil 24-cü ayə. Yusif yuxudan oyananda Rəbbin mələyinin buyurduğu kimi etdi və arvadını qəbul etdi. Aha! Adi insanların mələklə ünsiyyəti başlayıb. Həvarilər 10-cu fəsil 4-cü ayədə. Korneli qorxa-qorxa ona baxıb dedi, nədir ey ağam? Mələk ona dedi, qulaq az, artıq adi insanlar, peyğəmbərlər, kahinlər yox, adi insanlar mələklərlə söhbət eləməyə başlayır. Mələk ona dedi, duaların və nəzir niyazların xatirə təqdibi kimi Allahın huzurunda qəbul olundu. Həvarilər 12-ci fəsil 7-ci ayə. Qəflətən Rəbbin bir mələyi göründü. Zindanın otağı işıqlandı. Mələk Peterin böyrünə vurub onu oyatdı və dedi, mələk artıq fiziki addım atır. Tez ol, qalx. O andaca Peterin biləklərindəki zəncirlər düşdü. Sonra laf belə yaxşısını oxumaq istəyirəm. Həvarilər 12-ci fəsil. 12-ci ayədən 15-ci ayəyə qədər oxuyacağım. Peter bunları dərk edəndə Mark adlanan Yahyanın anası Məryəmin evinə getdi. Orada xeyli adam yığılıb dua edirdi. Peter həyat qapısını döyməyə başladı və Roda adlı bir qarabaş eşidib qapıya getdi. Qız Peteri səsindən tanıdı və sevincindən qapını belə açmadan yenə evə qaçdı. Oradakılara xəbər verdi ki, Peter qapıda dayanıb. Peteri tutublar, zindandadır və onda da ölüm gözləyir. Qız isə gəlib deyir ki, Peter qapıdadır.
Başa düşürsən, onlar bilir ki, mümkün deyil Peter çıxmaq. Gör nə baş verir. Peter qapıda dayan, qız oradakılara xəbər verdi ki, Peter qapıda dayanıb. Onlar isə belə dedilər. Dəli olmuşsan. Bax, elə də yazılıb var, mən özümdən heç nə demirəm. Bax, 15-ci ədə yazır ki, onlar isə belə dedilər. Dəli olmuşsan. Amma qız dediyinin üstündə durdu. Belə olanda, onlar qıza deyir, dəli olmuşsan, qıza deyir, dəli zad olmamışam. İnanın, ağlım başımda, hər şey yerindədir, normallıyam, inanın, mən özüm kimi varam, dəli zad deyiləm. Yəni qız dediyin üstündə durdu, deyir, belə olanda dedilər, o buna dəli olan deyir, yəqin onu qoruyan mələkdir. Oca artıq tələbələr mələkləri görmüşlər və onlar mələklərin qapını gəlib döyə bilməsinə inanırdılar. Onun üçün deyirlər ki, yəqin onu qoruyan mələkdir. Deməli, dərk etməyə başladılar ki, mələklərlə ünsiyyət ola bilər. Çünki İsa Yahya 1:51-də demişdir ki, artıq mələklərlə ünsiyyət başlayacaq. Yahya 1:51-də demişdir ki, artıq mələklər insan oğlunun üzərinə enib qalxacaq. Mən bunu yaşamışam və bu gün də yaşayıram. Fiziki olaraq. Və biz görürük ki, Allah deyir, ayaqqabılarını çıxar, bura müqəddəs torpaqdır. Musa bunu başa düşənə qədər o yer müqəddəs deyildi. Musa bu səsi eşidənə qədər, bu səsi eşidib, səsi eşidəndən sonra dərk etmə ona kömək elədi ki, bu yer müqəddəsdir. Və Allahın səsini, titrəməsini eşidənə qədər o bunu anlamadı. Musa sonra bu yerə əhəmiyyət verdi. Qulaq asdı və ayaqqabılarını çıxartdı. Qulaq as, səndən başqa heç kim, heç nəyə əhəmiyyət verə bilməz. Yalnız sən nəyəsə əhəmiyyət verə bilərsən. Buna hörmət əlamət olaraq biz hansısa hərəkətlər edirik. Biz Allahın səsini eşidəndə, Musa Allahın səsini eşidəndə, dərk edəndə ki, dayandığı yer müqəddəsdir, o hərəkət etməyə başladı. Çünki dərk etmə bizi hərəkət etməyə yönləndirir. Mən anlayırsın, dərk etmə. Buna hörmət olaraq biz nə qayırırıq? Hansı hərəkətdə edirik? Məsəl üçün, bədənimizə əhəmiyyət verdiyimiz üçün biz çörək bölmə edirik. Hansı ki, büyün edəcəyik. Niyə? Biz bədənimizə əhəmiyyət veririk. Biz eşidirik ki, biz müqəddəsiz. Allah bizim bədənimizdə yaşayır. Ona görə də biz bədənimizə hörmət etməyə başlayırıq. İkinci məqam budur ki, biz bir yerə əhəmiyyət veririk. Müəyyən bir hərəkət edirik. Ayaqqabılarımızı çıxardırıq və yaxud dua edirik. Və həmən anda yer sarsılır. Deyir ki, həmən anda həmən yer sarsıldı. Hökümdarlar Musanı təqib edirdi. Və hökümdarların təqibinə baxmayaraq möcüzələrin məhz bu yerdə yerinə yetirilməsinə ehtiyac duydular. O yer əhəmiyyət kəsb edirdi. O yer müqəddəs yer idi. Yenə də hər bir halda bu yeri dərk etmə Musanın üzərinə böyük bir tapşırıq qoydu. Və sən özünü dərk etmən ki, Allah səndə yaşayır, o sənə böyük tapşırıq qoyur. Geri gəlmişkən sənə deyim, Allahla Musanın bu görüşündən sonra Musanın həyatında möcüzələr başladı. Bu dərk etmədən sonra möcüzələr başladı. Və mən bilirəm ki, bu qrupda olan hər bir kəsin dərk etməsindən sonra möcüzələr başlayırdı, amma möcüzələri dayandırmaq olmaz. Musanın həyatında çoxlu möcüzələr baş verdi. Hansı ki, dərk etmə vasitəsilə məhz bu yerdə buna qədər onun həyatında olmamışdı. Hələ onun həyatında elə möcüzələr baş verməmişdi. Və biz görürük ki, burada dərk etmə özünü göstərir. Mənim həyatımda elə dəyişikliklər baş verib ki, mən hələ deyə bilmirəm. Mən konkret hələ deyə bilmirəm, çox şeylər deyəcəm. Dərk etmə özünü göstərir Musanın həyatında. Birincisi, səs vasitəsilə Musa eşitdi, dərk etdi ki, durduğu yer müqəddəsdir. İkincisi, o qəbul etdi, o razılıq verdi və o hərəkət etdi, o ayaqqabısını çıxartdı, o elə bir ki, hərəkət etdi. Mən niyə deyərsən ki, bu nə ayaqqabıdan danışır, bu niyə ayaqqabıdan danışırsan? Çünki burada baş verməsi üçün
qəbul yalnız eşitməkdən ibarət deyil. Sən bu dərk etməni qəbul etmək təkcə eşitməkdən ibarət deyil. Sanki burada sən bir şey etməlisən. Sən dərk edəndən sonra sən addımlar atmalısan. Mikrofonları söndürün, xahiş edirəm. Sən dərk edəndən sonra sən addımlar atmalısan. Çünki dərk etmə səni addım atmağa gətirir, çıxardır. Sənin şuurlu olub olmadığını necə başa düşmək olar, ha? Sənin bax ağıllı, sənin dərk edən olmağını necə başa düşmək olar? Sən o vaxtı sənin şuurlu dərk edən olduğunu bilmək olur ki, sən nəyisə eşidəndən sonra fiziki fəaliyyətə başlayırsan, hərəkətə başlayırsan. Musa kimi. Əgər sən fiziki fəaliyyətə başlamazsan, təkrar edirəm, sən həmən an fiziki eşidəndə, Allahın səsini eşidəndə, dərk etməyə başlayanda, fiziki hərəkətə başlamasan, onda səndə indi və bugün olmayacaq. Bu, haradasa və nə vaxt olacaq. Bu isə şuursuzluqdur. Bu dərk etməməkdir. Mən anlayırsınız bir, qoy görüm elə bir buradaylara da baxım. Mən anlayırsınız mən nə deyirəm? Yəni sən eşidəndən sonra sən müəyyən addımlar atmırsansa, onda mən üzr istəyirəm, mən baxçı, sən dəlisən. Çünki dəliyə də nəticə eşit eləmir, elə oturub qulaq atır. Mən üzr istəyirəm, mən daha aracı, səndən işim yoxdur. Mən istəyirəm ki, açıqlamasını, yəni Allahın səsini eşidib dərk etmək bizi müəyyən addım atmağa sövq edir, ora gətirir. Sən nəyisə dərk edirsənsə, sən addım atırsan. Bax, Musa bunu elədi. Əgər sən addım atmırsansa, bu ağılsızlıqdır, bu şuursuzluqdur. Dərk etmə, burada və indi hər şeyi etməyə başlamaqdır. Sən başlayırsan, sən dərk edib başlayırsan, rəvdə fiziki olaraq addımlar atmağa. Sən deyirsən, burada və indidir. Amin. Rəbbə şükürlər olsun. Amin. Haleluya. Haleluya. Çıxış kitabından oxuyub. Çıxış kitabı 3-cü fəsil 14-cü ayədə yazılıb. Allah Musaya dedi, var olan mənəm. Sonra dedi, İsrail evlatlarına belə söylə. Mənəm deyən sizin yanınıza məni göndərdi. Ən maraqlısı budur ki, Allah özünü bu yerdə, bu ayədə, burada və indi kimi təqdim edir Musaya. Var olan mənəm o demək ki, indi və bugün, yəni sabah yoxdur. Varam mən, var olan o deməkdir ki, bu nə dünən də ölür, nə sabah da ölür, yəni mən əbədiyəm. Var olan bu o deməkdir. Allah özünü Musaya var olan kimi təqdim edir, yəni indi və bugün. O özünü elə bil nəfəs alıb vermə kimi də burada və indi. Biz nəfəs alıb veririk. Bu mənanı verən bir adla tanıtdı. Ki mən kiməmsə, mən oyam. Bu, mən burada və indiyəm deməkdir. Mən kiməmsə, mən oyam. Dedi ki, getdinən onlara. Var olan mənəm. İsrailin evlatlarına belə söylə. Mənəm deyən sizin yanınıza məni göndərdi. Bu, mən buradayam və indiyəm deməkdir ki, mən hər yerdəyəm. Mən o kəsəm ki, mən varam. Mən bir vaxtlar kimsə olacaq biri deyiləm. Mən burada və indi olan mənəm. Mən o Allah deyiləm ki, ha vaxtsa kimsə olacaq. Və yaxud da sən o Camal deyilsən ki, ha vaxtsa kimsə olacaq. Sən o kəssən ki, sən o kəssən. Allah sanki Camala, Musaya, sizə, mənə, hər birinizə dərk etmə ilə özünü tanıdır. Dərk etmə ilə özünü açır. Bax, burada və indi bu dərk etmə terminini, dərk etmə
izahının mənasını verən addır. Buna görə də sən Allahın adını üzərində daşıyırsansa, onun adı ilə adlanırsansa, əgər sən Allahın adı ilə adlanırsansa, sən ilahdan doğulmuş ilah sözünü özündə daşıyırsansa, bu, burada və indi deməkdir. Sən də burada və indisən, əbədisən. Çünki Allah özü burada və indidir, var olandır. Bir var olan mənəm. Biz dərk etmə möcüzəsindən danışırıq. Biz dərk etmə möcüzəsində yeni reallıqların ortaya çıxmasından danışırıq. Dərk etmə, qulaq as. Yeni əhd barəsində, İncil barəsində 50 cür nağıl danışırlar. Get kilsələrə 50 cür nağıl danışacaqlar bugün. Dərk etmə, bu yeni əhdin vəziyyətidir, bu vəziyyətdir. Yadınızdadır, əvvəllər demişdim, Allah nə o dağda, nə bu dağda deyil, Allah səmanın üstündədir və bizi də ora otuzdurubdur. Və bu coğrafi məkan adlanmır, bu Allahın vəziyyətidir, vəziyyət mənasında deyilir. Yəni Allah o vəziyyətdədir ki, o hər yerdədir. O səmanın üstündədir, Allah bizi görər o demək deyil ki, o harasadır. Deyil. Və dərk etmə də bu yeni əhdin vəziyyətidir. Biz yeni əhdin günahların bağışlanması ilə əlaqəli olduğunu düşünürdük. Biz əvvəllər bizə öyrətmişdilər ki, yeni əhd, İncil, İsa'nın gəlişi günahların bağışlanması ilə əlaqədardır. Belə bir əhd var idi. Bəli, belə bir əhd oldu. Əhd əslində, əhdlərin hər biri titrəyiş ilə, vibrasiya ilə insanlara buraxılan bir reallıqdır. Yeni əhd, bu yeni bir reallıqdır. Yeni bir yer və yeni bir göy. Əgər sən bunları xatırlasan ki, yeni əhd mənlə Allahın müqabiləsi deyil. Bu yeni bir yer, yeni bir göy deməkdir. Mən oradayam. Əgər sən bunu xatırlasan, sən bunu anlasan, sən bunu dərk etsən, artıq hər şey sənin üçün əla olacaq. Kimlərsə bunun günahların bağışlanması, nə bilim, qan tökülməsi ilə əlaqəli olduğunu söylüyor. Bəli, o da var. Amma bu hamısı deyil. Bu, dərk etmək üçün ayrı bir istiqamətdir. Yeni əhd, sənin dərk etmən üçün ayrı bir istiqamətdir ki, sən müqəddəssən, durduğun yer müqəddəsdir. Yəni, yeni əhd, bu yalnız nəsə bir şeylə dəstəklənən, bir şeylə bağlı bir növ müqavilə deyil. Yeni əhd, qulaq as, dərk et sözümü. Yeni əhd reallıqdır. Yeniliyin artıq bizdə olma reallığı ki, yenilik artıq bizdədir. Sənin dərk etmən vasitəsilə. Ki, reallıq artıq bizdədir, yenilik. İsa nə dedi? İsa dedi, tamam oldu. Və indi hamı nə deyir? Kan töküldü, nə bilim, əhd bağlandı. Biz Vəh kitabını açanda, biz onun sonunda da tamam oldu yazıldığını görürük. Vəh kitabında da yazır ki, tamam oldu. İsa öləndə də çarmıqda ölməzdən qabaq da deyir ki, tamam oldu, sonra ölüb dirildi. Və biz bunu Vəh kitabında yenidən görürük ki, Allah deyir. Amma sonra biz görürük ki, Allah deyir ki, budur, mən yeni bir yer və yeni bir göy yaradıram. Yəni, tamam oldu. Yeni əhd sözü, yeni bir yerin və yeni bir göyün yaradılmasıdır. Yeni əhd, təhcə günahlarla bağlı deyil, qan tökülməklə bağlı deyil. Və tamam oldu deyəndə, bu artıq burada və indi deməkdir ki, tamam oldu, dünən, bugün, sabah yoxdur. Nəsə baş verəcək bir zaman yoxdur. Bu deməkdir ki, yeni əhdə yalnız dərk etmə aiddir, dərk etmə. Ona görə də boş-boş dini ayinləri, dini məclisləri, dini şarları
yeni əhdə əlavə etmək lazım deyil. Boş-boş dini adət-ənənələri, boş-boş kilsələrdə baş verən dini yönsüz şeyləri yeni əhdə əlavə etmək lazım deyil. Yeni əhd dərk etməyə aiddir. Artıq heç bir şey yaradılmayacaq, eşit. Heç nə artıq yaradılmayacaq. Heç bir vəziyyət artıq olmayacaq. Çünki artıq hər şey baş verib. Artıq hər bir vəziyyət var. Artıq hər bir şey artıq var. Səmavi Yerusəlim o aşağı indi. Hər şey gəldi deyir. Mən səmavi Yerusəlimin yer üzərinə indiyini gördüm. Hər şey indi baş verir. Bax indi, bu dəqiqə, bu an. Yeni əhd, bu yeni bir reallıq olaraq indi yalnız dərk etmənin olması ilə məşhurdur. Əhd-i ətiqdə, yəni köhnə əhddə, köhnə reallıqda insanlar gözlədilər və dərk etmədən məhrum oldular. Onlar dərk etməni hələ bilmirdilər, onlar dərk etmirdilər. Onlar kimisə gələsini gözləyirdilər. Bəs deyərsən ki, onda köhnə əhd nə üçün lazım idi? Qalatalılarda yazıb nə üçün lazımdır? Yəni qanun bizə deyir, Qalatalılar 3:24-də yazıb ki, qanun bizə Məsihə qədər yol göstərən mürəbbimiz oldu ki, imanla salih sayılaq. Rus tərcüməsində köhnə əhdin Məsih üçün uşaq yetişdiricisi olduğu yazılmışdı. Bu həmən bu Qalatalılar 3:24-də. Yəni qanun bizə Məsihə qədər yol göstərən mürəbbimiz oldu. Bizi uşaq kimi Məsihə çatdırmaq üçün idi insanı ki, imanla salih sayılaq. İnsanlar əhd etdikdə əmin olmalıydilər. Bir dəfə tamam oldu deyən bir səsin titrəməsi olmadan, bir dəfə çarmıqda İsa'nın tamam oldu sözünün buraxması, sözünün ağzından çıxmasına qədər heç bir dərk etmə ola bilməzdi. Və yalnız bundan sonra insanlar dərk etməyə başladılar.